Salam, mənim əzizim. Ay gecə gözlüm salam. İndi sənə yazdığım sonuncu məktubdur bu. Yadındadır, demişdim. Səni düşünmək üçün bir otaq verəcəklər. Sözlərində durdular, otağı da verdilər. Biraz əvvəl, az öncə. Yelləncəyi düzəltməyə zəncir də gətirdilər. Amma deyim biləsən, yamanca dar otaqdır. Tək adamlıqdır, həm də çox qaranlıq otaqdır. Bax, neçə gündür artıq elə hey düşünürəm. Görən necə sığdırım bura xəyallarımı, sənli arzularımı. Bir də ki burada açmağa bir pəncərə, baxmağa yerdə yoxdur. Sənə məktub yazmağa təmiz divarda yoxdur. Bu sonuncu məktubdur, dizlərimə yazıram. Burada qələm də yoxdur, göz yaşımla yazıram. Salam, ay gecə gözlüm. Burada yenə gecədir. Burada yaman soyuqdur. Orada hava necədir? Bilirsən, soruşanda dedilər, burada uğurluyublar güneşi də, ayı da. Əvvəl inanmamışdım, hatta gidip bakmıştım çarpayının altına. Ah onu deyirəm, bax yenə də gəldiler məmənə iynə vurmağa. Qollarımı bağlayıp çalışacaklar yenə, səni məndən almağa. Mənə dəli deyirlər, iynəni vurmasalar, güya ki güneş kimi ağlım da küsəcəkmiş. Olan, qalan ağlımda başımdan gedəcəkmiş. Mənə dəli deyənlər dəli olub hamısı, ay gözümün qarası. Axı onlar bilmir ki mən ki vermərəm səni. Lap iynədə vursalar, güneşə zəncir vurub ayı oğurlasalar, məni doğrasalar, qorxma, ay ömrüm günüm, yenə vermərəm səni. Ay canımın yarısı, gözlərimin qarası. Burada hər an gecədir, sənin üçün darıxmışam. Danış, halın necədir?